Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün ayın 18 dekabrdır. Səhər saat 5-dən durmuşam. Bugün Elman da işləyir. Gözləyirəm Elman gəlsin, bir yerdə gedək işə. Bu yaxınlarda xəbəriniz oldu, bilmirəm. Adinçovda bir uşaq şagird qətlə yetirildi. Bilmirəm nə qədər eşitmisiniz, nə dərəcədə xəbərdarsınız. Bizi bu xəbər çox sarsdı. Çünki uşaq idi, şagird idi, 10 yaşlı idi. 4-cü sinifdə oxuyurdu. Bu söhbət bizi çox sarsdı, çox təsir elədi. Bilmirəm da, öz adımdan başsağlığı diləyirəm. Belə hallarda nə demək lazımdır, onu da bilmirəm. Allah rəhmət eləsin, Allah valideyninə səbir versin. Uşaqlar sağ olsunlar, axşam mən işdən gələn kimi yatdım. Dedim ki, çox yorulmuşam, yatıram. O da işdən gəlibdi, Ləlişdə durğuzub yuxudan. Başlayıblar yemək pişirməyə. Püre ilə püre pişiriblər, üstünə də nəsə padlivka eləyiblər. Baləcə kiftəciklərdən. İndi prosta donmuş halda deyən belədir. Bir də bilmirəm, motu belə bir şey almışdı. İkra. Heç yedi bilmirik. Ha deyirəm verim dayıya kilə, dayı xoş deyir. Yox deyə qalıb, neysə bugün apaq verərəm. Elman bugün bircə gün işləyir. Bunu da Elmana götürdüm, soruşdum yeməyin var, dedi yox. Biri mənim, biri Elman olsun. Şöyle paketlədim, biraz da çörək qoydum ki, bir də düşüb çörək almasın. Elman artıq gəlibdi, gözləyir məni. Ləlişə deyirəm qapımı bağla. Deyirəm motu alan ekran götürmüşəm. Özü yemir, deyir istədim yoxluyum. Deyirəm verək dayıgilə, deyir yox. Həm də paxıllıq eləyir kiməsə verməyə. Deyir, motu bilsə səni öldürəcək. Deyirəm, sən heç nə bilmirsən, mən heç nə bilmirəm. Aparam, verim dayıya, vəsə. Evdə qapı xarab olunca dayı girsin. Bunu hələ indi görürüm. Gecə mən gələndə bu yox idi axı. Gecə mən saat 10-da gələndə heç biri yox idi. Neysə, gecədən səhər eliblər. Bugün ayın necəsi də Elman bircə gün işləyir desən. Deyir gəlmişəm səni gözləyirəm. Hardadır? Görmürəm mən. Taparam indi. Tapdım. Bu səfər biraz qabağa gedib. Qabaqda saxlayıb. Dövdən yeməyim yoxdur, yemək yiyordum da sənə. Дали сделать выбор, или вернуть мужа домой, или получить за него выплаты. И она сразу начала считать деньги. Ha? Sən dedin yemək yoxdur. Mən isə yemək qoydum. Yenə deyirəm, yeməyə yazmışsan 5.48'də uçuqayız kurşet. Yazardın 5.40'da. Дело в том, что Laliş dedi ki, özünə yemək qoy, sonra yığışdır xaladelnikə. Mən hamısı xaladelnikə yığışdırmışdım. Təzədən götürdüm, təzədən yığışdırdım. Это время занимает. Yekə baş şərpə qulaq. Özüm mənə çəkmə, suda verəcəm. Şərpə qulaq öz. 2 dənə advokatım var, bir-birinə zilləşirsə bir adam çıxır. İkisi hələtdə. Biri birinə dəyməz, biri o birinə. Deyirsən öz millətindir, Dağıstanlıdır. Şeydəndir, nə onları tərəfəli. Nə deyirlər onlara, bizim dildə danışırlar. İndi mən başa düşmürəm, sən bir gün işləyəsən, yoxsa Lübə xəstələnib deyən qrafik işləyəsən? Dünən yazır ki, davay 3 işləyir. Sabah işləyirsən? Sabah mən də işləyirəm. Mən də yazılmışdım masterə yazılmışdım. 4 gündür gözləyirəm, düşə bilmirəm bu sürətlə. Əgər sabahındırsa, denən ki, sabah çıxamıram. Deyərsiniz, davay zavtra boyda dedim lazım. Mən istəməmişim də qəşəq olsun. Ahırda hamı protest şeye gedəcək, ha? Центр istəyir. Кровавая бойня в элитном поселке Горки 2. 15-летний школьник Тимофей с ножом врывается в здание и устраивает настоящую резню. Погиб 10-летний мальчик, раненый охранник и дети. Эвакуированы сотни детей. Что превратило обычного подростка в хладнокровного убийцу? Почему никто не заметил надвигающейся катастрофы?
Оставайтесь с нами. Özü Сейчас kiməsə расскажем все sinif yoldaşlarına подробности məktub этой yazır. шокирующей трагедии. Axıranla zat hamısı Утро gərək вторника, tez çağırırdı. 16 декабря 2025 года началось для жителей престижного подмосковного поселка Горки-2 с ужасающей новостью. В местной Успенской школе произошла кровавая расправа, которая унесла жизнь невинного ребенка. Xəstəlik yağır. Şöyle gəldim işə çatdım. Bir tez ol mən yetişirəm. Getdi, sən get. Mən hələ açar axtaracam. Davay, пока. Deyir, mən gedirəm, işdə nə qədər yer axtarım maşını saxlamağa, yer olmur. Ona görə deyir, tez ol, düş, tez ol, düş. Bismillah. Of, bu da Mirkatitsi. Adam qorxur, özümüzün də 10 yaşlı uşağımız var. Yenə mənimki Rusa oxşuyur, sarışındır. Elman həmişə deyir. Elman deyir ki, uşaqlar gedir şeyə, məscidə. Axşam qayıdır evə. Bizim o amində qapı qaradır deyir. Adam qorxur. Qoşuldun mu? Hə, qoşuldun. Gedim meynimi dəyişim. Куда мир катится, куда катится мир, не пойму. Ama adam qorxur. Adam qorxur. Bu dəqiqə inci səs-küy qalxacaq. Yenə nəsə olacaqdır. Belə saxlamayacaqlar bu işi. Rusların özü də bəziləri уже başlayıb səsləndir. Politikadan danışmaq istəmirəm prosto. Kiminsə körpə balası getdi. Eşmədim. Qızlar, bunu mənə sağ olsun Katya alıbdı. Çünki üzüm çox qabıq verir. Hətta göstərərəm də sizə. Oradan tutum ki, kamera dəyməsin. Görsənirsə gör. Deyirəm ki, üzümə hətta su ilə yuyuram. Sudan sonra qabıq verir də. Su da coddur. Dedik ki, günəlik belə yaxşı bir detski krem var. Bunu sizə çəkim. Belə mi çəkim, belə mi çəkim. Neyse. Yaxşı bir detski krem var. Getdi mağazadan özünə daldı, mənə də aldı, gətirdi. Dedi ki, bundan vur sifətinə. Düzəlməlidir. Hələ vurmamışam, inarsız. Elə biləndən qoymuşam sumkama. Belə-beləcə kremdir. Neçə qramdır? 40 millidir. Sağ olsun. Bilmirəm, indi köməyə dəyəcək, dəyməyəcək. Yenə də sağ olsun. Kim çörəyimi də gətirmə qoymayalım. Allahım, nə gözləyir bizi. Şuradan. Əslində, qrafika görə Elman bugün bircə gün işləməli idi. Prosto dünən mənə yazıb ki, iş yoldaşımın biri xəstələnibdir. Ona görə biz ikimiz idarə eləməliyik. Elə çıxmalıyıq ki, elə çıxmalıyıq ki, Maloçka bağlı qalmasın da. Maloçka hər gün işləməlidir. Dedim də o balniçini götürəcəkdir. Onun da yerinə biz çıxacaq. Ona görə sabah Elman işləyir. Yəni sabah yenə məni gətirib aparan olacaq. Ay.
Saat 6 oldu, görəsən getdi çatdı işə. Nəsə gözüm su içmir 2026-cı ildən, deyirlər yanvardan. Hərə bir söz deyirlər yanvardan hamının hər şeyini yoxlayacaqlar. Nə çəkirik, nə götürürük, nə alırıq. 819 65. Nə alırıq, nə çəkirik. Telefonlarımız, kartlarımız, bilmirəm, hərə bir şey deyir. Nə dərəcədə düzgündür bilmirəm. Mən də fikirləşirəm ki, bəlkə mən daha iş yerinizə çəkməyim. Adam bilmir ki, bizi nə gözləyir, bunlar nə fikirləşir, nə eləmək istəyirlər, heç nəyi bilmirəm. Görüm bu günə nə qədər adam olacaq. Uf, rezin stalı. İnsan yaşamağa qoymurlar. 25 dənə kefir, görəsən varmı naliçkada? 25 dənə, 30 dənə tvorog. Süt 106 dənə. Bu adam az olacaq ki. İnsanı yaşamağa qoymurlar. Tvorog 24, sabah 91 dənə süt. Vəbşə az, dincələcəm. Neçə gündür bezli xadma işləyirəm. Üçümüzü bu işdə dincəlim. Görsənirmi bura? Bura, qaşım. Bilmirəm, yaxından sifətimi çəkəndə düşmür. Dedim, bəlkə güzgüdən düşər. Krem gətirdim. Kremlənməyə. Daha 2 dəqiqə qalıb açılışa. Tez kremlənim, geyim qapını açım. Saat 12:30-dur. Oy, nəyə mən çox sindin sən. Püre ilə podlivka. Uşaqlar pişirib sağ olsunlar. Qoymuşdum isinsin. İsindi artıq. Helman mənə yazıb ki, bu nə ikradır? Hələ indi görürəm, deyir, paketin içində. Все такой вкусный, спасибо. Икра вообще вкусная, правда маленькая, уже закончился. Ну только вот этот тефтели есть, который на картошке. Очень соленые, невозможно кушать. А так все четко, спасибо. Ət tuzluydu, düz deyir. Hə, mən də püre ilə qatışdırdım, yedim. Более спасибо большое. Все было вкусно. Все отлично. А то нам без не, а то нам мама суп пишет, что а суп сама знаешь, что неудобно забрать. И за это я сказал, что не положите меня. Я куплю хачапуры грузинские. А, ну что-то имя что-то наше, да? Настя, спасибо, что выручила. А, икра вкусная была. Жаль, что мало так. Hələ deyir az olur. Şöyle qızlar, saat 3 oldu. Qapıları bağladım. Güzdürəm Elman gəlsin, gedək evə. Mən уже çıxdım çölə. Burada quşlar elə qəşəng cəhcəhliyirlər. Elə bil yazın gəlişidir. Neyse Elmanla danışdıq ki, Elman gəl mən buradan götürəcək. Yanım burada. Gözləyim. И она ужасает. Rusika По evdə его mən. задумке, мечети будут Нравится, украшены что? российскими флагами. Buyurun Муфтии Elman объясняют bəy, bu пастве, haqda nə что danışmaq правильный джихад istəyirsiniz? – это Son Mən xəbərlər. elə birinci günə rolika baxanda dedim ki, onsa məndən sonra hamı deyib, o mənim sözlərim, harada bir-iki dənə kommentariya qoymuşam, bir də mənim sözümə deyirlər. Elə həmişə də olur, mən bir şey verirəm. Yazmışam ki, bunun hamısı, bu sizin Bremenə taxımdan yekəbaş qayı var orada. Конечно, masraf Hamısı, bunun hamısı, o ruska община var ya, oradan gəlir. Onlar ki, belə çıxırlar, necət elirləri, qaralar belədir, qaralar elədir. Uşaqlar baxırlar ora, çünki indiki uşaqlar bilmirlər axı,
də doldurublar. Bunda da kişilik əmələ gəlib də deyib ki, mən bu qaraları təmizləyəcəm ya Moskvada tək canımla. Axı bu bir dənə müəllimənin dalınca gedib. Allah o uşağı rəhmət eləsin. Yox ki, orada əgər o təkcə müəllimənin dalınca gedibsə, niyə deyir ki, тут есть не русский? Ну, не русский yox, deyir, тут какой национальности, soruşur. Sən əgər müəllimənin dalınca gəlmisənsə, Elə o müəllimə də niruski olub. hə də bunu qabaqcadan öz, biç, hansı etajda olacaq, hansı şeydə dərs Girib bir siniflərdən soruşur ki, o müəllimə hanı, adını da Bir, ikincisi axıran gəlib üstünə, Axırıma da deyir ki, Dima atsan. Dima hə, deyir. Dima deyib, paşol nəbim tulası da, gözünə şey vurub, perçova balon. Dalınca bıçaq vurur belindən. Bu vaxtda kimi, lap deyir ki, 2 dəqiqə vaxt keçir. O 2 dənə sinifə giribdi. O 2 dənə sinif çağıra 2 dəqiqənin içində müəllimə uşaqları sala bilərdi sinifə, qapını bağlaya bilərdi. Onlar bıçağı görəndən sonra başladı ki, Yaxşı, girin sinifə tez olun. başa düşdüm, hamını soxub sinifə elə bu yazıq qara uşaq qalıb bayırda. Elə bil bir sən necə elə deyib, bunun üçün gəlmirsən, əstağfurullah, mən sənin günahı öz boynu şeyimi götürməliyim. Mən öz fikrimi deyirəm. Elə bil deyib ki, elə sən bundan önce gəlmirsən, alayıb onu da saxlayıram bayırda. Ay, o uşaq özü qaçır. Arada qaçır, o- oldu, orada 20 dənə uşaq Çatdırıb var. sinifə girə bilmir, Hamı qaçır. girdi sinifə, hamı çatdırdı, bu çatdıra bilmədi. Qaldı qapının dalında. O rolikə bir-iki dəfə bax, bu uşaq elə qalıb təkcə qıraqda oldu. Elə bir ki, elə bunu gözləyirmiş ki, bunun dalınca düşsün, bu da qaçsın. Alexander Храмов написал целую программу Nə bilim, nə olan oldu, keçən keçdi, Allah rəhmət eləsin, Allah səbir versin ona. Valideynə. Mən deyərdim ki, düz deyib, bəlkə düzgün demirəm. Bu ki, faşistlər var, onların acığına, hansı ki, o bəziləri Telegramda kommentariyada sevinirlər. Sevinənlər də var. Hə, var, o gün mən uşaqlar göstərdilər. Elə pis şeylər yazdılar ki, elə bir ki, adam yox, əşya yox açıldı. Onların acığına deyirəm, sentr Moskvadan ev alasan, düz deyən də o evlilik deyil, o arvadın dəqiqə situasiyası. Rастет недовольство. Kimə arvada mı? Hə də ölənin uşağın anasına. Mamasına. Moskviç propiskası verəsən. Bunun ki, anası atası var, bu Timofey. Alexander Храмов Onların написал evini целую alasan əllə, программу для göndərəsən лечения Dalni Vostoka. И она ужасает. Bunu nəyə görə deyirəm? Faşistlərin acığına eləyəsən bu hərəkəti. Belə Муфтий bir dəqiqə o anaya, o heç nə ona lazım deyil. Bir dəqiqə uşağının dərdindədir. Nəsə deyəcəyim bu qədər. Пятничная молитва должна Nə начинаться bilim, с ehtiyatlı olun. гимна. А Mənim всех, rəhmətli кто babam собирается həmişə deyirdi ki, без видеокамер, отправят в лагеря перевоспитания, как əgər в istəmisənsə Сирии. И başına нацисты bir iş тоже. gəlsin, Когда власть позволит səhər başı sal aşağı get işə, Среди axşam da русских başını sal нацистов aşağı растет gəl evə, недовольство, vaxtı что vaxtında. мусульмане Əgər bu həyatda çox yaşamaq istəyirsinizsə, problem istəmirsinizsə, ancaq yolu budur. Demirəm, gəzmək də lazımdır. Prosta baxır kimlə, harda, necə. Gecə qalmayasın da gələk. Heç kimə də ilişməsin. Bayaq TikTok'a baxırdım, işte bax. Qız Rusda, əri Özbəkdir, Tacikdir, deyir, qrajansa ala bilmirəm ərimə. Uşağımız da var. Deyəsən dedi, zakısımız da var, yalan doğru bilmirəm. Bəlkə yadımdan çıxdı. Kommentariyalar oxuyuram. А зачем он сюда приехал? Пускай он тебя заберет к себе, туда в Таджикистан. Bax, istirəm hərəsinin altına bir-bir yazdım ki, abala, ay insan, ay nə bilim axı, Allahın nə bilim axı. Qulu. Hə, sənin ayrı işin gücün yoxdur. Sənin həyatında öz problemin yoxdur. Get öz problemi ilə məşğul ol da. Sənin nəyə lazım? Kim hardan gəlib, kim necə qrajdan alıb, nə yolla alıb. Mən bilmirəm, elə bir ki, bu insanların problemləri hamısı rişat olunub, bir dənə qalıb qaraları Migrantlar. buradan çıxartmaq. Elə bilər ki, bir dənə iki dənə qara ilə çıxartmaq, budjetdə pul dolacaq, aşacaq, ya bunlar karo kimi yaşayacaqlar. Bilirsən, hamısı savadsızlıqdandır. Başa düşmürlər axı, necə deməsən. Belə yeyən, indi də yeyir, sonra da yeyəcək. Elə keçən səfər də biz bu haqda danışırdıq. Ki şeydir, bəzi ruslar Elmanla danışırdıq, yadına gəlir. Mən biraz elementarlı dildə dedim, sadə dildə, hə. Bəzi ruslar çatlarda yazırlar ki, niyə qaralar burada mal üçün kuxnya alır, niyə qaralar burada. Onu ruslar yazır, ruslar. Biz onu absurdat elədik. Mənim bir dənə pastayan izləyicim var. O məndən küstü. Öyle bildi ki, nə vaxt akazvisi soruşub ki, malako hamıya verirlər, nəsə belə bu haqda soruşub. Elə bilir ki, onun sözünü absurdat edirik. Bax, bu hökumətin
ayıb olmasın, dalıboş hökumətdir. Məsələn, Sağ ol, politikadan danışma. Saakaşvili- Çağ. Sağ olsun Elmancık məni götürdüyü yerdə də düşürtdü, də? Getməz ki. Harada mən gedim ki 1 saat 4-də evdə olmalıyam, yoxsa mənim parkovka yerimi tutacaqlar. Benim günüm podyezə da getsin. Papaqsız çıxır hələ, papaqsız. Gələndə də başı tər gələcək. Ты видела, как по-любому говорит, носит шапку? Нет. А он видел, как я ношу? Смотри. Вот так, до бровей. Elə lazımdır. Adamın lobbyisti olmalıdır. Вот так. Сейчас kuryer вместе с тобой зайдет. Saçını çoxalıb alsın. Не надо стричь. Я дагестанскую шапку хочу. Kapşanı da tax, çöl soyuqdur. Ruslan gedir Samboya. Я. Biraz zamokats получится. Axır şapkasını tapıb. Hardan tapdın şapkanı? Sambodan. Я переодеваюсь. Смотри, у меня что-то мешается. Вот через минут, а там моя шапка. Davay bakalım. Ehtiyatlı ol. Sakazımız gəldi. Gedək sakazı götürək. Gedək görək hər şeyimi gətiriblər. Deməli, üç dənə smetan aldım. Çünki çox almaq olmur. Niyə? Çünki məndə orada aksiya var. Mən o aksiyanı işlədirəm. Aksiyanı işlədəndə yazılır ki, günə 3 dənədən artıq almaq olmaz. Ona görə də bax, əzlidir. Ona görə də günə 3 dənə cəmi yumurta götürdüm. Sonra mən bunu kimə pay verim? Əzik. Çöpə uşaq. Düzələsi şey deyil. Ruslan buna sevinəcəkdir, bunun cırılmağına. Vay dədə. Elə bir paket jalkadır. Hər şeyi üst-üstə yığıb ağzını bərtdən bağlayıblar. Bu da əziy olubdur. Toplamda 9 dənə sifariş vermişdim. 2, 4, 6, 8. Çünki bunu da, bu da əzikdir. Bunu da bir gündə 9 dənədən artıq sifariş vermək olmaz. 8, 9-cu da ki belə oldu da, nə qayrıq. Bu da mənim sifarişim. Gətirim, bunları yerləşdirim. 6-da çıxdın evdə, 9-da gəlmirsən. Где ты был 3 часа? Так, какие 3 часа? У нас тренировка идет до 20:30, но мы выходим 20:40, потому что задерживают. Еще я Səndə də старшая группа час-полтораdır. Полтора часа. Еще я забыла этот телефон там в зале, я побежала за ним. Это тоже время занимает. İtirə gəz. Где я потеряла? Я же его не потеряла. Gətirim Ruslanı yedizdirim. Siz niyə yemək duzludur? Çünki mən elə bilirdim ki, bu ət ətidir, dolmalıq ətdir, amma dolmaq deyilmiş. O ətdən hazırlayıblar. Bilmirəm heç nə əti imiş. İçində soğanı, göyərtisi var idi, duzu var idi. Bunlar uşaqlar da götürüb duz vurubdu. Sən bunu qoy. Yudun əlini. Bunu qoy, onda isinsin. Покушаем. Я сейчас тоже покушаю. Bugünlük yemək var idi deyən yemək pişirəsi olmadım. Şirniyyat pişirmək istirdim. Ona da nəsə yorğunluğum üzə vurdu. Tənbəllik elədim. Şirniyyat da pişirmədim. Neysə ki, vloqum bu qədər oldu. İzlədiyiniz üçün hamınıza təşəkkür.